Prognoz TV kanalına hoş gelmişsiniz. Salam, hər vaxtınız xeyir olsun. Sizə 21 fevral 2026-cı ilin bürclərini təqdim edirik. Qoç, bugün uğurlu olacaq. Güc və enerji artımı sayəsində nəinki planlaşdırdığınız bütün işlərin öhdəsindən asanlıqla gələcəksiniz, həm də qohumlarınıza kömək edə biləcəksiniz. Vaxtilə təxirə salmaq zorunda qaldığınız işləri tamamlamaq şansınız olacaq. Təcrübəli dostların məsləhətləri faydalı və vaxtında gələcək. Bir çox qoç faydalı insanlarla əlaqələr quracaq. Münasibətləri aydınlaşdırmaq və ciddi mövzuları müzakirə etmək üçün əlverişli zamandır. Sevdiyiniz insan gözlənilməz bir tərəfini göstərəcək və bu hisslərinizi daha da gücləndirəcək. Axşam dostlarla görüşlər və ya romantik anlar üçün idealdır. Buğa, gün ən asan keçməyəcək. Səhər saatlarında bir çox buğa əsəbləşə bilər. Xırda şeylərə həddindən artıq əhəmiyyət verəcəksiniz. Bu da yaxınlarla kiçik fikir ayrılıqlarına səbəb ola bilər. Mühüm söhbətlər aparmaq və münasibətləri nizamlamaq üçün ən yaxşı vaxt deyil. Ev işlərinə fokuslanın və özünüzü toplamağa çalışın. Günün ikinci yarısında tanımadığınız məsələləri anlamaq sizin üçün asanlaşacaq. Yeni bir şey öyrənə, maraqlı və faydamı kəşflər edə biləcəksiniz. Düzgün qərarlar qəbul etməkdə daha rahat olacaq. Əkizlər, çox gözəl bir gün olacaq. Ətrafınızdakılar hər işdə sizə dəstək verəcək. Yaxınlarınız isə özünə inamınızı artırmağa çalışacaq. Nüfuzlu himayədarların ortaya çıxması da mümkündür. Bir çox əkizlər qeyri-adi dərəcədə nikbin və mehriban olacaq. Bu da onlara yeni tanışlıqlar qazanmağa və pozulmuş münasibətləri bərpa etməyə kömək edəcək. Sakit və balanslı olacaqsınız. Bu da çətin işlərin öhdəsindən asanlıqla gəlməyə imkan verəcək. Ailə üzvləri və ya sevdiyiniz insanla mübahisəli məsələləri müzakirə edərək qarşılıqlı anlayışa nail ola biləcəksiniz. Xərçəng, gün uğurlu keçəcək. Əksər xərçənglər xüsusilə qavrayışlı olacaq. Bu da başqalarını asanlıqla anlamağa kömək edəcək. Dostlarla ünsiyyət təkcə zövq verməyəcək, həm də gələcək üçün etibarlı dəstək qazanmağa imkan yaradacaq. Həyatınızda mühüm rol oynaya biləcək perspektivli tanışlıqlar ehtimal olunur. Ancaq gün mühüm qərarlar qəbul etmək üçün çox uyğun deyil. Ciddi layihələrə başlamamalı və geniş miqyaslı planlar qurmamalısınız. Şir, yaxşı və əlverişli bir gün olacaq. Demək olar ki, ümidsiz görünən bəzi problemləri həll edə biləcəksiniz. Kömək gözləmədiyiniz insanlardan gələcək. Bir çox şir, işdən nəzərə çarpan uğurlar qazanmağa imkan verəcək faydalı bacarıqlar əldə edə biləcək. Qohumlar və dostlar işlərinizə qarışacaq. Amma bu vaxtında və faydalı olacaq. Günorta üçün vacib işlər planlaşdırmayın. Başladığınız işləri bitirin, təmizlik edin, lazımsız şeylərdən qurtulun. Axşamı sevdiklərinizlə keçirməyə yaxşısıdır. Bir-birinizə sevinc bəxş edəcək bir şey tapacaqsınız. Qız, sakit və ölçülü bir gün olacaq. Təmkin və nizam-intizam sayəsində bütün səylərinizdə uğur qazana biləcəksiniz. Ciddi mövzuları müzakirə etmək, məlumat toplamaq və mühüm qərarlar qəbul etmək üçün əlverişli zamandır. Bütün çətinlikləri nəzərə alıb, problemlərdən yayınmaq üçün tədbirlər görə biləcəksiniz. Bir çox qız yaşlı qohumlarla görüşməkdən həzz alacaq. Biznesdə böyük irəliləyiş gözləməyə dəyməz, lakin gələcək üçün möhkəm təməl qoya biləcəksiniz. Planlarınız tezliklə həyata keçəcək və tək işləmək məcburiyyətində qalmayacaqsınız. Tərəzi, gün çətin olacaq, amma sevincsiz keçməyəcək. Səhər xırda şeylərə həddindən artıq əhəmiyyət verib, əsas məsələləri gözdən qaçıra bilərsiniz. Bu səbəbdən vacib qərarlar qəbul etmək üçün ən yaxşı vaxt deyil. Sənədləri səliqəyə salmaq, lazımsız şeylərdən qurtulmaq yaxşı olardı. Hər şeyi tək başına etməyə çalışmayın. Qohumlarınız və dostlarınız sizə məmnuniyyətlə kömək edəcək. Günortadan sonra əksər tərəzilər emosional yüksəliş hiss edəcək. Sizin üçün önəmli insanlarla münasibətləri yaxşılaşdırmaq imkanı yaranacaq. Əqrəb, gün çətin başlayacaq, lakin tezliklə hər şey düzələcək. Bir çox əqrəb həddindən artıq həssas olacaq. Bu da başqaları ilə qarşılıqlı anlaşmaya mane ola bilər. Səhəri böyük işlərlə başlamayın. Tanış və adi işlərlə məşğul olun. Müsbət düşüncəyə köklənin. Tezliklə özünüzdə güc və mənəvi yüksəliş hiss edəcəksiniz. Yaxınlarınızın məsləhətlərinə qulaq asın, çünki onlar faydalı fikirlər verəcək. Günorta ev işləri diqqətinizi tələb edəcək. Evinizi səliqəyə salmağın vaxtıdır. Ox atan, gününə çətin keçəcək. Bütün ideyalarınız reallaşmayacaq. Vəziyyəti düzgün qiymətləndirmək və vaxtında tədbir görmək asan olmayacaq. Bəzi ox atanlar xoşa gəlməz xəbərlər ala bilər, amma ciddi bir fəlakət olmayacaq. Uzun səfərə çıxacaqsınızsa, gözlənilməz gecikmələrə qarşı əlavə vaxt ayırın və əvvəlcədən planlaşdırın.
Günün ikinci yarısı ev işləri və səliqə sahman üçün uyğundur. Yaxınlarınızın köməyinə arxalana bilərsiniz. Xahiş etsəniz sizə dəstək olmağa hazır olacaqlar. Yaşlı qohumların məsləhətləri də faydalı olacaq. Oğlaq, gün bir qədər gərgin keçəcək. Ev işləri gözlədiyinizdən çox vaxt aparacaq. Yaxınlarınız işlərinizə qarışacaq, lakin bu həmişə yerində olmayacaq. Onların enerjisini doğru istiqamətə yönəltməyə çalışın. Beləliklə münaqişələrdən qaça bilər və həqiqətən kömək ala bilərsiniz. Bir çox oğlaq çox həssas olacaq. Buna görə də ciddi mövzuları müzakirə etmək üçün gün çox münasib deyil. Adətən edə bilmədiyiniz xoş bir fəaliyyətlə məşğul olun. Dolça, qeyri-müəyyən bir gün olacaq. Səhər düşüncələrinizi toplamaq çətinləşəcək. Uzun müddət təxirə saldığınız işləri yerinə yetirməli olacaqsınız. Ailə üzvlərindən kömək istəsəniz hər şeyin öhdəsindən gələ bilərsiniz. Xırda şeylərə fikir verməsəniz münaqişələrdən qaça bilər və kimisə incitməyəcəksiniz. Günün ortasına yaxın əksər dolçalar əhval-ruhiyyələrini yaxşılaşdığını hiss edəcək. Yeni tanışlıqlar, dostlarla görüşlər və pozulmuş münasibətləri bərpa etmək üçün əlverişli zamandır. Axşam peşəkar maraqlarınızı paylaşan faydalı insanları dəvət etmək üçün uyğundur. Balıq, hər şey istədiyiniz kimi olmasa da ümumiliklə gün yaxşı keçəcək. Səhərdən enerji və ilhamla dolu olacaqsınız. Yaxınlarınızla sizi narahat edən məsələləri müzakirə etmək üçün əla fürsətdir. Bir-birinizi tez anlayacaq və kompromis tapacaqsınız. Uzun müddət başa düşə bilmədiyiniz məsələləri həll edə biləcəksiniz. Bir çox balıq ictimai tədbirlərdə iştirakdan və ya məclislərdə olmaqdan zövq alacaq. Cazibədarlığınız hər kəsə heyran qayacaq, lakin yeni tanışlara dərhal etibar etməyə tələsməyin.